Bu çox hissəli əsər Azərbaycanda 15-ci əsrin sonlarında Şeyx Heydərin rəhbərlik etdiyi Səfəvi, Qızılbaş hərəkatı ilə regionun əsas dövlətləri olan Ağqoyunlu və Şirvanşahlar arasındakı gərgin siyasi və ideoloji mübarizələri dramatik şəkildə təqdim edir. Ərdəbildəki ocağın rəhbəri olan Şeyx Heydər, Türk birliyi və yeni bir dövlət qurmaq məqsədi ilə Dərbəndə doğru hərbi səfərə çıxarkən, Ağqoyunlu Sultan Yaqub ailəvi bağlar və taxt narahatlığı arasında qalır. Anası Səlcuq Şah bəyim isə şeyxə qarşı sərt mövqe tutur. Şirvanşah Fərrux Yasar isə Heydərin atasının qatili olan Şirvanşah Xəlilullahın oğlu olaraq tarixi cinayətin varisi sayılır. Vəzir Sasan Keyxosrovun köməyi ilə o, Şeyx Heydərə qarşı həm hərbi, həm də siyasi, dini təxribat planı qurur. Bu gizli plan Heydərin Əbu Musa kimi ən yaxın adamları vasitəsilə Qızılbaş hərəkatını daxildən parçalamaq və onun yalnız Şiə məzhəbinə xidmət edən bir ideologiya kimi təqdim etməklə Sultan Yaqubun Şeyx Heydərə qarşı inamının itməsinə nail olmağa yönəlir. Şeyx Heydər hərbi səfər zamanı Şirvanşahın adamları tərəfindən Quryan kəndindəki atası Cüneydin qəbri yaxınlığında təqib olunur. Lakin vəzir Sasan Keyxosrov hiyləgərliyi ilə şeyxi öz daxili çevrəsində düşmən axtarmağa yönləndirir. Nəhayət, Şirvanşah Fərrux Yasar Sultan Yaqubla evlilik yolu ilə siyasi ittifaq quraraq Ərdəbil təhlükəsinə qarşı qılıncdan çox siyasətlə mübarizə aparmağa qərar verir.